universitetlərdə vəziyyət çox pisdir. Universitetlərin özünün təhsil siyasətində nöqsanlar var. Dövlətin universitetlərə yanaşmasında nöqsanlar var. Bunlar təbii ki, hamısı ayrı-ayrıca danışılacaq və uzun danışılacaq mövzudur. Bugün Azərbaycanda universitet rektorlarının davranışı, onların tələbəyə münasibəti, onların özlərinin münasibəti, tələbə-rektor münasibətləri, tələbə-müəllim münasibətləri universitetdən söhbət gedir. Bunlar hamısı çox böyük mövzudur. Bunlar haqqında çox uzun-uzun danışmaq lazımdır. Amma bugün Azərbaycanda tələbələrin ictimai həyatları, tələbələrin asudə vaxtlarını yaxşı dəyərləndirmək üçün xüsusi bir illərdir 4-5 il tələbəlik dövrü olur, qayğısız, yeniyetməlikdən gənclik illərin ilkin başlanğıcı. Bu zamanlar tələbələr gedib dərsdən sonra mütləq iş tapıb, işləyib öz təhsilatlarını ödəmələri, özlərinin onsuz da bahalı olan həyat Azərbaycanda